ki, sizdən xahiş edəcəyik ki, siz şəkillər çəkəsiniz. Hələ dəqiq deyil bu kimə tapşırılacaq, amma qrupda dəqiq olaraq məlumat verəcəm təlimdən öncə. Əgər aktlar üçün necə çəki çəkmək lazımdır bilmirsinizsə, qısa olaraq izah edeyim. Hafta minimum 17 nəfər olmalıdır, maksimum 20 nəfər. Yəni, əgər bir təlim mərkəzində deyək, 215 nömrəli məktəbdə həm Vəfa müəllimənin təlimi var, həm Sahibə müəllimənin. Əgər deyək, Sahibə müəllimənin qrupunda 13 nəfər varsa, Vəfa müəllimənin qrupunda 15 nəfər varsa, bunu minimum 17 nəfər eləmək üçün bir təlimçin otağından müəllimləri götürüb digər təlimçin otağına keçirmək lazımdır ki, otaqda 17 nəfər olsun. Və şəkildə də ən azı 17, dediyim kimi maksimum 20 nəfər şəkildə düşməlidir. Şəkilini necə çəkmək lazımdır, bununla bağlı qısa izah edeyim. Deyirəm, ekranı görürsünüz. Deməli, təlim otağı ümumi düşməlidir. Yəni, bütöv otaq düşməlidir. Harada müəllimlər görsənsin. Bir sağdan düşməlidirlər, bir də sol tərəfdən. Yaxşı olar ki, müəllimlərin üzü düşməsin. Çünki bəzən elə olacaq ki, bir müəllim iki şəkildə düşəcək. Yəni, onların üzü düşməsə çox yaxşı olar. Amma istədiyiniz qədər şəkil çəkə bilərsiniz. Nə qədər çox olsa da yaxşıdır. Burada başqa bir misal göstərim. Məsələn, İlham müəllimənin təlimindən yenə yarı otaq bir şəkildə olur, yarı otaqda başqa şəkildə, bir də ümumi şəkil olması məqsədə uyğundur. Belə bu qədər. Və yaxşı olardı ki, dediyim kimi, bir təlim mərkəzinə əgər 2 təlimçi təyin olunubsa, onların şəkil çəkməsi mütləqdir, amma məsələn, Qumru müəllimənin Xırdalan şəhərində təlimi var və hər qrupda 10 nəfər var. Mən düşünürəm ki, hər iki qrupdan da hər kəs gəlməyəcək. Ona görə Qumru müəllimə siz çəkməsəz olar. Yəni, əgər gördünüz ki, 17 nəfər eləmək mümkün deyil, o zaman sizin çəkməniz mütləq deyil. Həm deyəcəklərim bu qədər. Dediyim kimi, əgər şəkil çəkməyə ehtiyacı olarsa, mən bunu öncədən bildirəcəm. Ümid edirəm olmaz, amma hər ehtimala təlimat vermək istədiyim ki, məlumatınız olsun. Hər hansı bir sual varsa, zəmin olmasa bildirin. Bir də son olaraq xahiş etmək istəyirəm ki, sizə tapşırılan o müəllimlərin tapşırıqlarını ən tez zamanda yekunlaşdırasınız. Bilirəm, bəzi təlimçilərdə problemlər olub və s. Gözləmək problem deyil, amma yaxşı olardı ki, bu həftə sonuna qədər hamısı yekunlaşsın. Çox təşəkkür edirəm diqqətiniz üçün. Mən davamiyyəti yoxlayıb çıxacağım. Axşamınız xeyir, Aydan xanım. Aydan xanım, bu həftə əyani təlimlərdə biz imza vərəqinə ehtiyac var? Xeyr, yoxdur. İmza vərəqləri ancaq birinci siniflər üçün lazımdır. Yəni, böyük bir hissəsi artıq alınıb. Növbəti birinci siniflərin təlimində böyük ehtimal ki, lazım olacaq. Yəni, əgər lazım olsa, öncədən bildirəcəm qrupda, vərəqləri götürəsiz. Amma ikinci, üçüncü siniflər üçün lazım deyil. Minnətdaram. Yəni, davamiyyət vərəqi də olmayacaq, Aydan xanım, hə? Davamiyyət vərəqi də olmayacaq. Bəli, imzalar ehtiyac yoxdur. Yəni, imzalamağa ehtiyac yoxdur. Davamiyyət sənədində, yəni, faylda qeyd eləsəz yetərlidir. Tamam, təşəkkür. Buyurun. Aysun müəllim, buyurun. Axşam xeyir, Aydan xanım. Axşamınız xeyir. Aydan xanım, əgər məsələn siz qeyd etsəz ki, şəkil çəkməyə ehtiyac olmadı, bəs biz qovluğa əlavə etmək üçün adi qaydada çəkirdik, müəllimlərin üzü düşürdü. Qovluğa əlavə etmək üçün bəs belə halda çəkək, yoxsa onda da ehtiyac yoxdur? Bəli, qovluğa hər bir halda çəkib qoymağınız gözlənilir. Amma aktlar üçün şəkillər fərqli bir məsələdir. O hesabat üçün lazımdır. Əgər elə bir məqam olsa sizə bildirəcəyik. Amma yəni bildirməsə belə bütün əyani təlimlərdə necə edirsinizsə
bu həftə sonunda və növbəti əyani təlimlərdə şəkilləri çəkib qruplara yükləməyiniz xahiş olunur. Tamam. Həmin qrupdakı müəllimlər. Yalnız əlavə gətirməyə ehtiyac yoxdur. Bəli, bəli. Tamam. Yox, ehtiyac yoxdur. Bu qədər. Başqa sual olan var? Əgər kiminsə çətinliyi olsa çəkimlərlə bağlı, mən zaten 6-cı gün işləyəcəm. Mənə müraciət edə bilərsiniz. Çalışaram ən azı 1 və ya 2 dənə təlim mərkəzinə yaxınlaşım, şəkillərdə də sizə göstərim. Amma belə məncə özünüz də edə bilərsiniz. Hər hansısa bir sualınız olsa yenə şəkillərin forması ilə bağlı və s. Mənə müraciət edə bilərsiniz. Mənim deyəcəklərim bu qədər. Hər şey sağ ola. Çox sağ olun Aydan xanım, təşəkkür edirik. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyir olsun Fərdə müəllimə, müəllimlər. Ekranımı bölüşməmişdən əvvəl sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Əslində biz keçən dəfə təlimdə bu haqda danışmışdıq. 2-ci sinif müəllimlərinə ev tapşırığı da hətta göstərmişdik, açmışdıq slaydımıza, sonuncu slaydımıza əlavə eləmişdim. Mən bu bir slayd faylı göstərmişdik onlara, demişdik ev tapşırığı hazırlasınlar. Amma burada bir yanlışlıq olub. Bizə məlumatı düzgün ötürməyiblər. Bugün biz həmin Aydan xanım mənə məlumat vermişdi əslində ki, bu mövzu tədris olunacaq da bu həftə. Mən orada sonunda bir cümlə mənim diqqətimi çəkdi ki, gələn dəfə ev tapşırıqlarını gətirsinlər. Biz sual verdik, dedilər ki, bəli, bu dərs onlar ev tapşırığını təqdim eləməyəcəklər. Bu dərs sadəcə bu 37-ci mövzunun müzakirəsi olacaq. Oradakı səhvlər üzərində işləyəcək biz. Yəni, dərsin burada konkret bir dərsin fraqmentləri verilib də, harda məqsəd nədir, məqsədi necə müəyyən edib, müəllim necə ümumiyyətlə aktuallaşdırma keçirir, necə yeni mövzunu izah edir, necə ev tapşırığını yoxlayır. Konkret burada mərhələləri biz müəllimlərə göstəririk. Sonra bu mərhələləri təlim zamanı müzakirə edirik ki, əslində nə doğrudur, nə yanlışdır, necə olmalıdır. Bunları təhlil edirik, düzəldilmiş formada təqdim edirlər, onların cavablarını alırıq. Yəni, bu dərs hər tərəfli burada müzakirə olunur da, səhvləri ilə, düzləri ilə. Sonra isə sonda biz deyirik ki, baxın, gördünüz, bu dərsin bu mərhələlərini gördünüz ki, burada yəni, verilmiş mərhələlərlə tanış olduq, buradakı səhvləri müəyyənləşdirdik, doğru versiyalarımızı təqdim elədik. Siz də indi evdə ev tapşırığı hazırlamalısınız. Bu dərsin hər hansı bir mərhələsi üçün, bu dərs yox, başqa bir mövzu götürüb, o mövzu üçün məqsəd, hər hansı bir mərhələni 3-5 dəqiqəlik təqdimat hazırlamalıdırlar ki, bunu aktuallaşdırırlar ki, bu mövzu üçün, bu məqsədin reallaşdırması üçün mən bu mərhələni götürmüşəm, bu mərhələni belə keçirərdim. Yəni, bu mərhələ ola bilər yeni mövzunun izahı olsun, ola bilər möhkəmləndirmə hissəsi olsun, ola bilər aktuallaşdırma hissəsi olsun və s. Hər hansı bir mərhələni götürüb doğru versiyasını təqdim etməlidirlər ev tapşırığı kimi. Yəni, bu dərs ev tapşırığı almayacaq. Necə ki, sizin 3-dərdə təliminiz olmuşdu, sırf onlar ev tapşırıqlarını gətirmişdilər və bunu müzakirə eləmişdiniz. Mən 3-dərdə olmamışam, ona görə siz deyirəm, bilmirəm də, indi sizdə necə olur, gətiriblər, gətirməyiblər, uğurlu oldu mu bu dərs, yoxsa yox. Yəni, bu dərs bilin ki, tapşırıq almayacaqsınız onlardan. Sırf müzakirə olacaq, adi dərs kimi də, normal dərslərimiz kimi bir dərsi tədris edəcəksiniz. Bu təlim müddəti də mən metodik vəsaitə baxdım. Yəni, 2 saatdan çox deyil də. Dəqiqə.
20, 40, bu da 40, 80. Hə, hardasa 1 saat yarım, 1 saat 40 dəqiqəyə yekunlaşdıra bilərsiniz. Dediyim məqam barədə sualı olan varmı müəllimlər? Kimdəsə sual qaldı mı? Fərdə müəllimə, müəllimlərin platformasında keçən dərs görsənmirdi. Mən əslində qrupa da məlumat verəndə demişdilər ki, 37 görsənmir. İndi açılıb aktivdir. Hə, mən Yuliya xanımdan soruşdum, dedi ki, müəllimlərin platformasına yüklənib. Aha, M5-də 37, düzdür? Hə, hə. Aha, Bir də tamam. keçən dəfə deyəsən Qumru müəllimə idi, deyirdi ki, kiminsə profili var, onda girib baxa bilir. Qumru müəllimə, siz zəhmət olmasa indi də girib baxa bilərsinizmi? Görək varmı orada dərs? Aha, baxıram Fərdə xanım. Zəhmət olmasa. Tamam. Açıb kabinini açıb baxacağım, xəbər eləyəcəm Tamam, sizə. baxıb deyərsiniz siz bizə. Çünki mən hardasa 1-2 gün bundan əvvəl yazmışdım ki, müəllimlər əslində bu həftə sonu təlimə gəlib ev tapşırığı gətirməlidirlər. Bu səbəbdən yazmışdım ki, yüklənibmi? Dedi ki, yüklənib. Axşamınız xeyir müəllimlər, Fərdə müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Mən 3-lərdə elə bir dərsin müəyyən fraqmentləri var idi də, onları eləməlidim. 2-lərdə belə başa düşdüm ki, onlar istənilən mərhələsini edə bilərlər də, hazırlaya bilərlər də. Hə, Yəni elə olur. sərbəstdirlər, mərhələ seçməkdə sərbəstdirlər. bəli, sərbəstdirlər. Aydın. Sadəcə onlar, məsələn, baxın, indi izah eləyəcək də bu dərsimiz, yəni biz indi TOT-da bundan danışacağıq, bir də onlar özləri, biz burada danışacağıq, bir də onlarla da biz 2 saat sırf bu dərsin, saat yarım bu dərsin ətrafında danışacağıq da onlarla, müzakirə eləyəcək, sonra da ev tapşırıq kimi verəcək ki, baxın, bu dərsdə biz indi bəzi məqamlar haqqında danışdıq, təhlil etdik, bəyəndiyiniz, bəyənmədiyiniz məqamları dediniz, vurğuladınız, yenidən hazırladıq, nəyisə və indi siz özünüz, məsələn, burada ola bilər ki, onlar qrupla nəyisə hazırlaya bilərlər. İndi siz özünüz burada çünki qeyd olunub ki, istər fərdi, istər də qrup. Siz özünüz baxacaqsınız müəllim sayınıza. Müəllim sayı azdısa, təbii ki, bunu fərdi də eləmək olar. Məsələn, mənim bir qrupumda 10 müəllimim var. Mən fərdi də eləyə bilərəm. Amma elə müəllim var ki, onun qrupunda 15, 16, 17, bəlkə 19 müəllim var. O zaman artıq o fərdi eləyə bilməzlər, qrupla eləməlidir. Hərəniz özünüz baxarsınız situasiyaya görə. Bəlkə elə çox müəlliminiz gəlməyib, fərdi eləyə biləcəksiniz. Bəlkə çoxdular, qrupla elə. Bunu artıq siz qərar verəcəksiniz. Yəni, nəyi nəzərdə tuturam? O müzakirəni və doğru versiyanı təqdim etməyi, hansı ki, təlim zamanı olan. Artıq onlar təlimdə bunu başa düşəndən sonra deyəcək ki, baxın, təhlil edədik, səhvləri gördük, düzləri gördük. İndi siz də evdə dərsin hər hansı bir fraqmentini götürəcəksiniz, doğru versiyasını hazırlayacaqsınız və hazırlayanda da vurğulayacaq da ki, məsələn, biz keçən dəfə təhlil eləmişdik ki, bu yanlışdır, mən bu yanlışları düzəltməyə çalışmışam, bu səbəbdən bunu seçmişəm, bax belə əlaqələndirəcəklər. Amma ev tapşırığını nə vaxt gətirəcəklər, onu da demirik, çünki biz bilmirik də. Əslində, bizə deyildi, dərsin nömrəsi deyilib, o nömrəli dərs hələ ki aktiv deyil və biz bilmirik də onu onlayn mı verəcəklər, offlayn mı verəcəklər, bu haqda məlumatda deyilik. Ona görə yanlış məlumat ötürməyək deyə deyirik ki, gələn təlimlərdə siz bunu ev tapşırığı kimi təqdim edəcəksiniz. Soruşsalar ki, əyani mi, onlayn mı, deyirik ki, təəssüf ki, bu haqda məlumatımız yoxdur, sizə öncədən məlumat veriləcək. Aydındır müəllimə, çox sağ olun. Buyurun. İndi müəllimlər, mən ekranımı bölüşürəm. Əslində biz bu mövzu ətrafında keçən dəfə də danışdıq. Hardasa 10 dəqiqəmizi, keçən təlimin 10 dəqiqəsini buna həsr elədik. Amma bugün daha ətraflı danışacağıq, daha ətraflı müzakirə eləyərik ki, beynimizdə suallarımız qalmasın. Mən ekranımı bölüşürəm. Kimsə giriş icazəsi istəsə, zəhmət olmasa mənə deyin. Yəni qoşulmaq istəsə daha doğrusu. Deməli, dərsimizin adı modul 5-də 37-ci dərsdir. Praktikum metodiki rekonstruksiya. Keçən dəfə adını oxuya bilmirdim mən bunu. Konstruksiyanın qarşısına bir dənə re qoyuruq, olur rekonstruksiya.
Dərsin məqsədləri nədir? Dərs konspektini metodiki nöqteyi nəzərdən təhlil etməyi öyrənmək. Yəni dərsin hər hansı bir konspekt, bu bir dərs konspektidir. Bunu metodiki cəhətdən təhlil etməliyik. Zəif tərəfləri müəyyənləşdirməliyik ki, səhvlər nədir, qeyri-dəqiq yanaşma nədir, uğursuz həll nə idi? Metodiki rekonstruksiya texnologiyasını işləmək, səhvlərin düzəldilməsi, dərs məntiqinin yenidən qurulması, tapşırıqların yenilənməsi, praktik və tətbiqi hissənin gücləndirilməsi. Nəticədə dərsin təkmilləşdirilmiş variantını yaratmaq. Ən sonda, yəni müzakirə edirik və ən sonda dərsin təkmilləşdirilmiş versiyasını yaradırıq. Metodiki rekonstruksiya nədir? Metodiki rekonstruksiya aşağıdakıları ehtiva edən dərsin emalı prosesidir. Burada nə var? Onun strukturunun, məzmununun və metodiki həllərini təhlili, yəni doğru qurulub bu mu strukturu? İndi burada görəcəyik də biz strukturu burada yeni dərsin izahına nə qədər vaxt ayrılıb, aktuallaşdırmaya nə qədər vaxt ayrılıb, tapşırığın yoxlanmasına nə qədər struktur deyəndə bunu nəzərdə tutur. Məzmunu, yəni məzmunu bunun kontentidir də, nədən ibarətdir? Müəllim bu 40-45 dəqiqə ərzində nəyi nəzərdə tutur? Məzmunu və metodiki həlləri və bunun hansı metodiki yanaşmaları tətbiq edir? Doğrudurmu bu yanaşmalar? Bax, bunlar yaş xüsusiyyətlərinə və standartlara uyğunsuzluqların müəyyən edilməsi, yəni təklif edilən üsul, metod, tapşırıq, şagirdlərin yaş xüsusiyyətlərinə və bizim təhsil standartlarımıza uyğundurmu? Səhvlərin aradan qaldırılması, əgər varsa səhv, bu səhvi aradan qaldırmalıyıq. Yeni metodikaların, tapşırıqların, iş formalarının təklif edilməsi, yəni biz baxdıq, tutaq ki, səhvləri tapdıq ki, burada metodiki səhv var, bu tapşırıqda belə səhv var, bu iş forması doğru seçilməyib, əslində bu iş forması olmadı və s. Bunların yenisini biz düzgün versiyasını təklif edəcəyik. İş dərsin effektiv, məntiqi və uşaqlara aydın olan dərsə çevrilməsidir. Yəni məqsəd burada budur ki, bu dərs effektiv dərs olmalıdır, məntiqi dərs olmalıdır və uşaqlara aydın olan bir dərs olmalıdır. Yəni məhsuldar dərs olmalıdır bir sözlə. Dərsin təhlilində nəyə baxacaq? Dərsin məqsədi aydındırmı? Mərhələlər düzgün qurulubmu? Tapşırıqlar yaşa uyğundurmu? Praktika kifayət qədərdirmi? Yəni praktik tapşırıqları varmı içərisində? Diferensiallaşdırma varmı? Diferensiallıq nəzərə alınıbmı? Dərs bildirilmiş nəticələrə nail oldumu? Yəni dərsin əvvəlində götürülmüş məqsədə, sonda dərsin bitdiyi zaman müəllim nail ola biləcəkmi? Yəni bu qurduğu bu sxemlə, verdiyi bu ardıcıllıqla sonda gəlib sizcə nəticəyə çatacaqmı? Bunu təhlil edəcəyik. Problemli dərs konspektində verilmiş tapşırıqların siyahısını öyrənin, misallar, məsələlər, məşq etdirici çalışmalar və s. Tapşırıqlarda bütün metodiki səhvləri müəyyən edin və qeyd edin, yazın. Xülasədəki səhvlər, uşaqların yaşına uyğunsuzluq, tədriciliyin yoxluğu, yəni ardıcıllıq varmı, yoxmu, hərdən artıq yükləmə varmı, yoxsa yoxmu, diferensiallaşdırma vardı, yoxsa yoxdur, əlaqəsiz və ya mənasız tapşırıqlar varmı, yoxsa yoxmu, məsələlərin qeyri-dəqiq xülasələrinə baxın, əsaslandırılmış mürəkkəb hesablamalar varmı, yanlış həcm varmı və s. Bax, bunu elə biz müəllimlərə göstərəndə, biz onlardan xahiş edirik ki, bu slayddakı şəkilləri çəksinlər, mütləq. Bax, bu elə bilin ki, bunlar meyarlardır da, hansı meyarlarla biz dərsin mərhələlərini təhlil edəcəyik. Bax, bu meyarlarla. Sizdən də elə xahiş edərdim ki, çəkəsiz ki, çünki biz burada indi təhlil edəcəyik, qısa versiyada da olsa təhlil edəcəyik. Ona görə baxaq, siz də çəkin, kimsə qoşulmaq istəyir. Qoşulmaq istəyən varsa müəllimlər deyin, mən buradan çıxım, qəbul edeyim. Dərs konspekti, riyaziyyat 2-ci sinif. Deməli, 2-ci sinifə aid bir dərs verilib burada. Mövzu budur, 100 dairəsində ədədlərin toplanması və çıxılması. Davam etmə müddəti 40 dəqiqə verilib, dərsin məqsədləri. Toplama və çıxma bacarıqlarını möhkəmləndirmək. Dərsin məqsədi kimi bunu veriblər. Dərs planı. İndi gəlin elə müəllimlər, irəliyə getməmişdən əvvəl elə dərsin məqsədində dayanaq biz. Sizcə doğru məqsəd veriblərmi? Elə bir-bir mərhələləri biz də təhlil eləyək, gedək.
Axşamınız xeyir Fərdə müəllimə. Axşamınız xeyir Aysun xanım. Bəli, Əsmən. Fikrimcə mənim məqsəd hissəsində problemli məqam var. Çünki möhkəmləndirmək deyəndə bu ümumidir. Nəyin üzərində dayanacağıq, aydın deyil, yəni spesifik deyil. Ona görə üzərinə düzəlişlər eləmək olar. Bir də möhkəmləndirmək veribsə, yəni bu müəllimin məqsədidir də. Biz Bəli, məqsədin sonuna Müəllimə yönəlikdir. müəllimə yönəlikdir. Biz məqsədin sonuna elə feillər qoymalıyıq ki, bunlar şagirdə yönəlik olsun. Əslində metodik vəsaitdə verdikləri nümunələrdə də feillər belə götürülüb, amma mən istəyərdim ki, biz dərs vaxtı sırf elə məqsədlərə müəllimləri istiqamətləndirək ki, ola bilər, onlar öz metodik vəsaitlərdən bizə nümunə göstərsinlər və s. Biz deyək ki, amma biz sizə doğru məqsədi tərtib etməyi öyrətmişik də. Biz bunu keçmişik sizinlə birinci sinifdə və xahiş edirik ki, necə öyrətmişiksə elə tərtib edəsiniz doğru məqsədi. Bir də burada ardıcıllıq. Necə? Qeyd etmək istədiyiniz məqam, məsələn, möhkəmləndirmək əvəzinə maqmətdən söhbət gedir zaman olaraq, yoxsa ümumi sözdənmi problem var sizin fikrinizdə? Möhkəmləndirmək, yəni biz bu müəllimi dediyim kimi də müəllimə yönəlikdir. Yəni toplamanı yerinə yetirir, toplamanı məsələn alt-alta sütunla yazmaqla yerinə yetirir və yaxud nə bilim onluq açmaqla toplamanı yerinə yetirir. Yeni onluq yaranan hal üçün toplamanı yerinə yetirir. Yəni bu sırf şagird üçün də və yaxud cəmi hesablayır. Yəni möhkəmləndirmək deyə olmasın da. Ay sağ ol. Feil dəyişmək. Bir də Fərdə müəllimə, buradakı ardıcıllığı da səhv götürə bilərikmi? Hansı ardıcılığı? Məsəl üçün mövzu, məqsəd mövzu olmaq, məsələn, o ardıcıllıq baxımından. Əslində standart verilməlidir. Bəli, standart, məqsəd, mövzu. Məqsəd, qiymətləndirmə meyarları, sonra mövzuda. Əslində elə olmalıdır. Sadəcə baxın, burada ümumiyyətlə heç standarta toxunmayıb, heç standart verməyiblər də. Məsələn, bəli, qeyd edə bilərik ki, əvvəlcə dərsimizin məqsədini, sonra isə mövzunu qeyd edə bilərik. Ardıcılığı da deyə bilərik. Bəli, deyə bilərik. İndi müəllimlər, siz burada əslində gəlin metodika baxaq. Metodikdəki istəyərdim siz onsuz da hər biriniz yenə metodika nəzər salacaqsınız. Metodikdə hamısının doğru versiyası verilib. Səhvlər olaraq göstərib ki, məqsəd olduqca ümumi göstərilib. Toplama və çıxma bacarıqlarını möhkəmləndirmək. İkinci sinifin nəticələri ilə normallaşdıran konkret bacarığı əks etdirmir. Yəni Ayşun müəllimin dediyi kimi də ümumi verilib. Uşaqlara artıq nəyi bacarmalı olduqları, nəyi isə ilk dəfə əldə edəcəklərini göstərməyib. Necə düzəltmək olar? Məqsədi pedaqoji nəticələrin xülasəsi etmək. Burada veriblər yenə öyrətmək, yenə də müəllim yönümlü eləyiblər, amma biz belə eləməyək. 2 rəqəmli ədədləri yeni onluq yaranan hal üçün toplanması və çıxılmasını alt-alta və sətr üzrə yazmaqla yerinə yetirməyi öyrətmək. Yerinə yetirməyi öyrətmək yox, burada olsun alt-alta və sətr üzrə yazmaqla yerinə yetirir. Öyrətmək olmasın. Yəni şagirdin məqsədinə çevirilsin də bu, yetirir. Fərdə müəllimə, çox üzr istəyirəm. Bu müəllimlərin bizim layihədə də, metodik vəsaitdə də məqsədləri maqmaqlə verilir. Biz ki, müəllimə deyirik, onu indiki zamanda falan da yazmaq lazımdır. Yəni olmaz ki, elə yəni kim hazırlayırsa elə onu elə hazırlasın. Bir də belə deyək də müəllimlərin yanında da necə deyimsə də dili qısa kimi olmayaq da. Çünki bəzən görürsən ki, bizim dediyimizlə o yazılan metodik vəsait üst-üstə düşmür. Düz deyə qeyd eləyirik, icmalı yazanda siz onu belə eləməlisiniz falan. Amma bir tərəfdən də deyirik ki, müəllim oradan heç nəyi dəyişməli deyil deyənə. Başa düşdünüz necə? Biraz bəzi sözlərimiz elə bir sanki üst-üstə düşmür də. Baxın Səbinə müəllimə, biz əvvəl deyirdik, dəyişmək olmaz, amma indi demirik axı onu. İndi deyirik, siz özünüzə, yəni öz metodikanıza uyğun onun üzərində dəyişiklik eləyə bilərsiniz də. İnanın ki, bunun üstündə dəfələrlə dayanmışıq. Yenə də elə verilir metodikdə. Keçən bu illəri biz nə vaxt idi? Bu ilə bağlı keçəndə mən özüm baxmışdım, elə verilmişdi. Yenə elə. Sonra bilmirəm. Yəni bu ilin əvvəllərində elə idi, sonrasını bilmirəm. Çünki bir ara onlar çəkdilər, hətta atdılar, göndərdilər ki, baxın artıq belə yazırıq. Mən də sevindim ki, nə qəşəng düzəldiblər.
İndi Yenə də bəlkə mən lap əvvəllərdə baxmışam, yəni sonralarda bilmirəm də, yəni mən bu layihədə belə deyim də, ancaq lazım olanda müəllimlər deyəndə baxıram. Hə belə baxmamışam, amma bu ilin əvvəllərində maqmaqla verilirdi. Yox, əvvəllərdə bəli görmüşdük. Keçən də demişdik əslində. Sonradan mən onlara metodik vəsaitimizi Fərdə xanım, məsələn, 3-cü siniflərdə yenə maqməkdir. maqməkdir. Bəli, bəli. Onda 3-də Amma elə Fərdə xanım, selektiv. mən bunu Nəzakət xanımdan soruşmuşdum metodist təlimində bu 1-2 həftə öncə. Həm də başqa bir təlimçi var idi, yəni üzərində işləyən bir müəllim idi. Onlara soruşanda deyir ki, müəllim, siz bu sözlərə fokuslanmayın. Əsas məsələn Fərdə müəllim, siz bayaq dedinizsə, o möhkəmləndirmək doğru deyil də, o anlayışa fokuslanın deyir. Onun sonunda maqməkdir, irdir, yəni önəmli deyil. Əsas o ümumi prosesə baxıb ki, iş getsin. Onlarla məsələn gəlib direktor müavinin belə səndən nöqsan tutursa ona görə heç yəni könlünü bulandırma ona görə ki, o çünki önəmli məqam deyil. Önəmli məqam məsələsini vurguladığınız kimi ki, şagirdə yönəlsin də, oradakı maqmət, yəni onlar elə geri dönüş etdilər mənə və hər iki tərəfdən də bunu soruşmuşdum ki, aydınlaşdırım özüm üçün. Belə. Nə gözəl. Hə, ən əsası heç olmasa hə dediyimiz kimi o sonundakı feillər düzgün olsun, dinamik feil olsun da, maqmətli olsa belə dinamik feil olsun. İnanın ki, mən əlimdən gələni eləmişəm. Neçə dəfə də bu məsələyə qayıtmışam. Sırf bunun üçün görüş təşkil eləmişik. Təzədən mən metodik vəsaitin özümüzün metodik vəsaitlərimizin PDF-ini göndərmişəm. Səhifələri vurğulamışam ki, baxın, hər standartın altında məqsədlər verilib də. Yəni buradakı məqsədlərdən çalışın ki, bunlardan istifadə edin. Yəni mən əlimdən gələni eləmişəm. Mən nə edə bilərəm də? Mən də balaca bir metodistəm də onların içərisində. Onlar yəni bizdən qat-qat böyük bu layihəni yazan, yaradan adamlardılar. Əlimdən gələni eləmişəm. Yenə müəllimlər deyəndə də, yəni siz də elə, məsələn, Ayşun müəllimin dediyi kimi yönləndirə bilərik ki, əsas yəni o maqmətə fokuslanmayın, əsas bu feil düzgün seçilsin. Heç olmasa Ayşun müəllim, feillər düzgünmü seçilib orada? Bəli, bəli, yaxşıdır. Məsələn, bugün sözün açığı bir ağır mövzu idi 3-cü siniflərdə və bir müəllimənin platformasına daxil olub, yaxın müəlliməmizdir ki, orada gedişat necə metodika ilə öyrədirlər deyə. Baxdım ki, məsələn, 4 məqsəd seçilmişdi əslində, bir-birinə amma çox yaxın, yəni ona görə müəllimlər nəsə desə, əslində cavab verməyə bir məqamımız var. O proseslərin hamısı reallaşır və ağır proseslər deyil. Bəzi müəllimlər deyirlər ki, 4 məqsəddə çox. Amma bir-birinə iç-içə müəllimə, elə zəncivarı qəşəng, yəni qaydasında, feillər də yəni yerində çox uyğun, məqsədə uyğun idi, qəşəng idi. Fərdi müəllimə, problem bilirsiniz nə vaxt yaşanır? Kimsə gəlir o Ayşun müəllimə deyən kimi irad tutur, maqmaq niyə yazmısan? Bax, onda ya irad heç kimə tutulmasın. Hə, problem onda yaşanır ki, müəllim də sübut eləmək istəyir, şahid kimi gətirmək istəyir ki, siz belə demişdiniz, məsələn deyirəm də, ya belədirsə belə olsun. Onda gərək tutulmasın da, elə maqmaq kimi də. Və biz deyə bilmərik də. Bax, biz o metodistlər də gedirlər məktəblərə, metodistlər, baş metodistlər, yəni onlar doğrunu deməlidirlər də. Zaten onlar bunun üçün seçiliblər. Biz onlara deyə bilmərik ki, deməyin. Amma biz öz müəllimlərimizə deyə bilirik ki, biz hətta ilin əvvəlində bunu müzakirə də elədik də ki, bu sizə bir metodik tövsiyədir. Siz bunun üzərində istədiyiniz kimi özünüz yönümlü bir düzəlişlər eləyə bilərsiniz. Onlar da eləsinlər də. Biz, yəni mən xatırlayıram, çox dəqiq də xatırlayıram ki, biz onlara məqsədin müəyyən olunması, bir neçə səhv məqsəd, hətta bu ildə deyəsən var idi bizdə. Doğru məqsəd, yanlış məqsəd, o məqsədlərin heç birinin içərisində bizim səhv məqsədimiz yoxdur və məqsəd təyin etməyi də doğru versiyasını biz onlara aşılamışıq. İndi onlar nə dərəcədə mənimsəyiblər, eləyirlər, eləmirlər də onların problemidir. Biz vəzifə borcumuzdan çıxmışıq. Yəni biz onlara səhv material göstərməmişik. İndi onlara təqdim olunan metodik tövsiyədə ola bilər. Amma bizim tədris etdiyimiz materialda səhvlik olmayıb da, öyrətdiyimizdə ən azından səhvlik yoxdur və biz də öyrətdiklərimizdən sorumluyuq. Bunun məsuliyyəti bizim üstümüzdədir. Orada təqdim olunan materialda da yenə dediyim kimi ancaq belə biz özümüzü, yəni buradan bu prosesin içərisindən belə çıxa bilərik ki, bu metodik tövsiyədə istədiyiniz kimi dəyişiklik eləyin. Ehtiyac yaranıbsa, ehtiyac görürsünüzsə eləyin. Burada bir də müəllimlər ikinci məqsəddə göstəriblər hesablamalarda ədədin mərtəbə tərkibindən istifadə etmək bacarığını möhkəmləndirmək. Hesablamalarda ədədin mərtəbə tərkibindən istifadə edir. Ədədin mərtəbə tərkibi deyirik, yoxsa bizim mərtəbə cədvəlindən istifadə etməklə hesablayır da.
Mərtəbə tərkibi də deyə bilərik. Ümumiyyətlə, mərtəbə tərkibi deyə söz vurğuluyoruzmu biz? Qiymətli Tədrisdə? olar bəlkə müəllim. Bəlkə mərtəbə qiymətlidir. Yəni burada biz əslində onun mərtəbə cədvəli veririk də, onluq mərtəbə, təklik mərtəbə, mərtəbə qiyməti də deyə bilərik. Mərtəbə tərkibi deyəndə də elə onu nəzərdə tutub, ola bilər ki, burada tərcümədə belə çıxıb. Mərtəbə qiymət hesablamalarda dədir mərtəbə tərkibinə istifadə etmək bacarığını mühümləndirir. Belə yaza bilərik ki, ədədin mərtəbə tərkibindən istifadə etməklə hesablayır. Fərdə müəllim, onların müəllimlərə təqdim edəcəyimiz təqdimatda baxmamışam, üzrlü sayın. Bu versiyalar onların qarşısına çıxacaq, yoxsa şifahi ifadə Yox. edəcəyik? Yəni ümumi nəticəyə biz belə gələcəyik. Hə, yoxdur. Orada yoxdur. Biz sadəcə buradan baxırıq. Bunu bizə bir yönəldici kimi verir ki, müəllimlər nə versələr, yəni siz də bu versiyalarınızı onlara təklif edə bilərsiniz. Bacanlar həyatdan götürülmüş praktik məsələ. Orada yoxdur. Ordanca səhvlərdir. Sadəcə biz müəllimlərdən alacağıq bunu. Bu da bizim əlimizdə bir planıdır ki, biz də bunu deyə bilərik. Bacanı həyatdan götürülmüş praktik məsələlər üzrə inkişaf etdirmək. Burada da yenə həyatdan götürülmüş praktik məsələlər üzərində hesablama üzərində hesablama bir saniyə. Bu necə oldu müəllimlər? Həyatdan götürülmüş praktik məsələlər üzərində hesablama edir. Məsələlər üzərində hesablamanı bəlkə həyata keçirir və yaxud toplamadan və çıxmadan istifadə edir yazar. Çünki toplama və çıxmaydı da. Və ya çıxma. Məqsədli verə bilərik də belə. Əməllərindən istifadə edir. Bunu mən özüm təklikdə də düzəldə bilərdim. Mən özüm sizin yanınızda eləyirəm ki, səhv versiyasını görəsiz, düzəlişini də görəsiz. Ki, ola bilər sizə də müəllimlər təlim zamanı səhv məqsədlər verəndə siz də sırf nəyə fokuslanacaqsınız? Sonundakı feilə, konkret, aydın olmasına, qısa konkret olmasına. Deməli, məqsədlər haqqında danışdıq. Dərs vaxtının bölüşdürülməsi. Gəlin baxaq. İndi burada dərs vaxtının bölüşdürülməsi var, müəllimlər. Təşkilatı məqama 5 dəqiqə verib, ev tapşırığının yoxlanması, yeni mövzu, möhkəmləndirmə, bir də yekun ev tapşırığı verib yenidən 5 dəqiqə. Nə deyə bilərsiniz bunun haqqında? Fikrimcə ev tapşırığının yoxlanılması vaxt ayırsa belə 1-2 dəqiqə yetərlidir. 10 dəqiqə böyük vaxt dilimidir. Heç olmasa daha yaxşı olar. Sonda sizin fikirlərinizi yenə alarıq. Əslində necə məqsəd uyğun deyə. Məsələn, möhkəmləndirmə hissəsində daha çox vaxt ayırmalıdır. Bəli. Möhkəmləndirmə hissəsində daha çox vaxt ayırmalıdır. Ev tapşırığı yenə, yekun ev tapşırığına 5 dəqiqə lazımdır mı bizə 5 dəqiqə? Təşkilatı məqama da çox məncə ayrıqdır orada. Bir də ki, 45 dəqiqə deyil, bu 40 dəqiqədir cəmi. Hə, 40 dəqiqədir. Əslində, baxın, elə əvvəldə də 40 dəqiqə verib də. Davam etmə müddəti 40 dəqiqə verib.
Elə veriblər. Ümumiyyətlə Fərdə müəllim, neçə dəfə fikir vermişəm. Burada dərsin vaxtı elə bil 40 dəqiqə kimi verilir. Bir dəfə də hansısa mövzumuzda var idi. Bəlkə də Orada onlarda dərs 40 dəqiqədir, ona görə elə verirlər. mən deyirəm ki, təşkilatı falan momenti məqamları çıxırlar. Çünki neçənci dəfədir mən fikir verirəm, məsələn burada 40 dəqiqə ilə götürürlər. Hə, ola bilər ki, onlarda 40 Bir də dəqiqədir. mən o yekun ev tapşırığı, yekunun əgər refleksiya nəzərdə tutulursa, ikisi elə bilirəm 5 dəqiqə ola bilər də refleksiya ilə ev tapşırığı. Hə, elə ola bilər. Amma onu elə yazmalı deyil də. Məsələn, refleksiya bir mərhələdir, axı dərsin bir önəmli mərhələsidir. Onda əgər elədirsə bunu ayrı yazmalıdır. Yekun belə, ev tapşırığı belə. Fərdə xanım, Aynurə müəllimə qoşulmaq istəyir. Bilmirəm indi qoşulub yoxsa yox. Yəni baxın görün. Tamam. Qəbul etdim, çox sağ olun. Deməli, gəlin bura baxaq, görək onlar necə veriblər, doğru versiyanı. Təşkilatı məqama 5 dəqiqə çox uzundur, deyə qeyd ediblər. Qumru müəllimənin də qeyd etdiyi kimi. Ev tapşırığının yoxlanması 10 dəqiqə, çox uzun və qeyri-effektivdir. Yəni, olmaya da bilər. Yeni mövzu cəmi 10 dəqiqədir, eyni zamanda mövzu mürəkkəbdir. Möhkəmləndirmə 2 dəfə və xaotik. Səhvlər olaraq bunu göstəriblər. Necə düzəltmək olar? Təşkilatı məqama 1-2 dəqiqə vermək olar. Biliklərin aktuallaşdırılması mərhələsi ümumiyyətlə heç burada qeyd etməmişdilər. 5 dəqiqə vermək olar. Yeni materialın izah edilməsi 10-12 dəqiqə, praktika 15 dəqiqə, refleksiya görürsünüz, artıq burada refleksiyanı da qeyd edək. Nəticə 3 dəqiqə ola bilər. Ev tapşırığının verilməsinə də 1 dəqiqə zaman ayırmaq olar. Burada hətta görürsünüz, ev tapşırığının yoxlanması yoxdur. Ev tapşırığının yoxlanması olsa belə, Ayşin müəllim dediyi kimi, yəni çox belə qısa bir 1-2 dəqiqə ayırmaq olar. O da bilirsiniz, əgər dərs vaxtı biz görsək ki, nə bilim, bizə müəllim artıq real prosesə baxırdı. Ola bilər ki, məsələn, evdə olanda çoxlu mesajlar gəlib, valideynlərdən geri dönüşlər gəlib, başa düşmədilər, eləyə bilmədilər, yerinə yetirə bilmədik. Amma bir müəllim artıq sinifdə bu prosesi məqsədinə çatıbsa, artıq görür ki, sinifdə demək olar ki, nə bilim, 2-3 uşağı çıxmaq şərti ilə hamı eləyir, heç kəsin çətinliyi yoxdur və buna uyğun da bir tapşırıq veribsə, bu tapşırığı da bu dərs yoxlamağa ehtiyac yoxdur. Amma nə bilim, bir araşdırma, bir tədqiqat tipli nəsə bir tapşırıq vermişiksə, artıq o nə qədər o şagird zamanı sərf eləyib, bunu araşdırıb, axtarıb, tapıb, hansısa bir yolla müəllim bunu qısa da olsa yoxlamasını etməlidir. Dərs vaxtı edəcəkdə, təbii ki, bu riyaziyyatın tapşırığını gedib texnologiyada eləyə bilməz ki. Və bunun üçün də o artıq o dərsindən hər hansı bir zamanı ayırmalıdır ki, və nə tipdə edəcək, nə formada edəcək, onu əvvəlcədən düşünməlidir ki, bu dərsində zamanını çoxalmasın. Məsələn, cütlərlə eləyə bilər, qruplarla veribsə, qrupun işini qrupla eləyə bilər. Tək veribsə, cütlər bir-birini yoxlasınlar və yaxud, nə bilim, doğru cavabları özü səsləndirə bilər, şagirdlər karandaşla özləri yoxlasınlar, belə nəysə. Hər hansı bir material təqdim edə bilər ki, özləri evdə yoxlasınlar. Axırı veribsə mütləq bunun yoxlanması olmalıdır da. Çünki uşaq bilmir də, doğru eləyib, yanlış eləyib. Bu artıq yəni force major hallardır da, hər dəfə olmur belə tapşırıq. Amma normal bir keçdiyi dərsi başa düşüblərsə uşaqlar, möhkəmləndirmək məqsədi ilə ev tapşırığı veribsə, yəni bu gələn dərsdə bizim ev tapşırığı yoxlamaq bir mərhələmiz zaten yoxdur. Doğru versiyada bizə müəllimlər bunu verib, ev tapşırığının yoxlanmasında səhvləri nə deyir? İndi gəlin baxaq görək necə yoxlamışdı. Əslində bir dəfə biz bunun üstündən keçmişdik, qısa bir versiyada baxmışdıq. Dərsin gedişi, təşkilatı məqam necə? Başlayır, sabahınız xeyir uşaqlar, sizi görməyə şadam. Bugün maraqlı bir riyaziyyat dərsimiz olacaq. Gəlin bir-birimizə təbəssüm bəxş edək və başlayaq. Əslində bu hissəni mən bəyəndim, bilmirəm, yəqin ki, siz də bəyənərsiniz. Normal girişdir.
Yəni bir-birimizə təbəssüm bəxş edək və başlayaq. Yəni gülək, gülümsəyək, başlayaq. İndi isə diqqətə aid kiçik çalışma yerinə yetirək. Mən riyaziyyat dedikdə əllərinizi sakitcə partanın üzərinə qoyub mənə baxacaqsınız. Hazırsınız? Bugün bizi riyazi səyahət gözləyir. Bunu sizcə nə məqsədlə eləyir müəllim? Diqqətə aid kiçik çalışmanı. Bəyəndiniz bu hissəni? Diqqətə aid kiçik çalışma yerinə yetirəcəyik. Riyaziyyat deyəndə əllərinizi sakitcə partanın üzərinə qoyub mənə baxacaqsınız. Müəllimlər, nə deyə bilərsiniz bu hissə üçün? Bu bir növ prosesi cəlb etməyə və yaxud da uşaqları belə deyək, bir yüngül tərpətməyə ki, biz başlayırıq dərsimizə təşkilatın məqamı kimi. Deməli, o siz nə edir bunu? Danışır, sözünün arasında anidən deyir riyaziyyat. Diqqətlərini cəlb eləmək üçün. Hardasa bir onları cəlb etmə mərhələsi siz dediyiniz kimi düşünüb. Bugün riyazi səyahət gözləyir bizi, deyir. Biz mağazada, oyunlarda, məsələlərdə və hətta tapmacalarda rast gəlinən böyük ədədləri necə mümkün qədər tez və rahat hesablamağı öyrənəcək. Deyir ki, bizi belə bir dərs gözləyir. Böyük ədədləri necə tez hesablayacaq. Ev tapşırığının yoxlanmasına 10 dəqiqə dediyimiz kimi çoxdur, hətta olmaya da bilər. 10 dəqiqə misal yazılıb, lövhəyə yalnız 3 şagirdi çağırır, qalanlar əyləşib gözləyirlər. Müəllim qalanlarını cəlb etmədən yalnız düzgün həlləri izah edir. 3 dənə şagirdi çağırır lövhədə, digərləri də yerindədirlər. Hətta bunu yoxlasa belə, yəni 3 şagirdi çağırıb digərlərini yerində otuzdurmaq doğru yanaşma deyil. Və yalnız düzgün həlləri izah edir. Yəni, hansısa şagird səhv edibsə, səhvin üzərində dayanmır, səhvi izah etmir. Bunun üçün heç, yəni, bu effektsiz də bir yoxlama olmayacaq. Bunu deyə bilərik. Yeni materialın izahına 10 dəqiqə və yeni materialın izahında müəllimlər fikir verib görsək ki, nə edir? Təlimatı oxuyur. Yəni, kitabdadırmı, bu hardadırsa bunu ancaq oxuyur. 46-37 ədədlərini toplamaq üçün əvvəlcə onluqları toplamaq lazımdır. Bu 4 onluq və 3 onluqdur. 7 onluq alınır. Sonra isə tərkibləri toplamaq lazımdır. 6 və 7 bu 13-dür. Buna görə də 3 ədədini yazmaq və biri yadda saxlamaq lazımdır. Yəni, heç nə yazmır, heç nə göstərmir, sadəcə oxuyur. Uşaqlar misalları yazmırlar, müəllim də bir dənə misal göstərir. Deməli, bunları deyəndən sonra bir dənə misal göstərir, onun səsini al. Və uşaqlar da ki, misalı yazmırlar. Belə bir izah, bununla da izah bitdi. İzahımıza nə deyə bilərik? Müəllimlər, xahiş edirəm, aktiv olaq. Vaxtımızdan gedir. Mən neyiniyim, təlimdəki kimi sizi çağırım adına. Fərdə müəllim, yox, mən oxuyurdum, ona görə telefondan baxıram. Sizi çağırmamış danışım. Elə bilirəm ki, tam belə axıra kimi də oxuya bilmədim, daha çox dinləyirdim. Elə bilirəm ki, indi adam özünü qoyur da, zəifdir. Yəni, bir nümunə ilə, belə uşaq onu bir dəfə deməklə, ümumiyyətlə, mən bir yandan da təlimi bölmək istəmirdim, amma mən çox maraqlıdır ki, lap elə bu təlimçi yoldaşlarımdan da indi hamı sinifə girirdi. Yeni dərsin izahına, yəni 10 dəqiqə ümumiyyətlə bəhs edirmi? Məsələn, mən fikirləşirəm ki, yəni uşaqlara tutaq ki, yeni mövzu perimetri keçirik də, perimetr anlayışları yoxdur, ilk dəfə keçirik. 10 dəqiqə onlara kifayət eləyərmi? Bəzi sadə mövzular bəlkə ola bilər, toplamadır. Çünki uşaqlar müəyyən qədər bilirlər, valideynlər də öyrədir. Məsələn, deyirəm də, onlar elə bilir ki, müqayisədir, bəlkə də olar. Amma yeni bir, nə bilim, mənə elə gəlir ki, biraz 10 dəqiqə azlıq eləyə bilər. Məncə 10 dəqiqə hələ çoxdur. Mən məsələn onun tərəfdarıyam ki, 3-5 dəqiqə qısa bir qeyd eləyim, əgər yeni mövzudursa, hətta perimetr belə olsa, mənə görə 10 dəqiqə çoxdur. Mən izah deyəndə mən sadəcə düşünürəm ki, müəllimli burada aparıcı mövqe. Həmişə mən yəni izah deyəndə ağlıma bu gəlir. Daha sonra məncə prosesin içində öyrənməlidir. Mən adətən belə edirəm. Yəni çünki onlar 10 dəqiqə məni davamlı heç 10 dəqiqə belə dinləməyəcəklər. Yəni bu o demək deyil, mənim sinif idarə etməm zəifdir. Yəni o mənimlə demirəm müəllimə. Yəni o
prosesdən uzaqlaşırlar. Amma onlar prosesin içində olanda məncə izah məqamına hətta 5 dəqiqə belə məncə yetərlidir. Əsas mən onu tətbiq etmək hissəsinin tərəfdarıyam ki, bir yerdə tətbiq eləyək və orada öyrənsinlər, izahı da orada öyrənsinlər. Yəni başdan giriş verim 3-5 dəqiqə. Arxası ilə onlarla bir yerdə gedək. Belə. Ayşə müəllimə, mən sizinlə razıyam. Onda sinifdəki uşaqlar yaxşı olsa tamamilə razıyam. Bəzən olur ki, yəni belə də uşaqlar yaxşı olanda o siz deyən prosesdə çox gözəl alınır. Amma çox təəssüf ki, indi bilirik həmişə elə olmur axı. İndi real danışaq da. Həmişə elə olmur axı. Sinifdə mütləq şəkildə zəiflər var, diqqətlər, nə bilim, bilmirəm. Bəlkə də sinifdə yenə də güclü şagirdlər olsa tamamilə razıyam. Amma Axşamınız xeyir. Baxın Səbinə müəllimə, baxın mən Ayşə müəllimin fikrinə qoşuluram əslində. Baxın o zəif dediyiniz var. Sizin 10 dəqiqəlik izahınızdan sonra yenidən zaten ona yaxınlaşırsınız, bir də ona izah edirsiniz. Yəni 10 dəqiqəlik izahdan sonra onda hər şey okey olur? Xeyr, olmur. yox, mən nümunələri çox çəkməklə elə yanaşıram da. Yəni ki, çox nümunələr çəkməklə söz yox, çox nümunələrdə elə bir şagirdlərlə qarşılıqlı da cavab almaqla mən bir elə təsəvvür elədim ki, o baxımdan deyirəm. Mən də əslində Səbinə müəllimə, buyurun. Onlar ki, cütlərlə iş verək, 10 dəqiqə izahdan sonra artıq cütlərlə iş verək, qoy tətbiq eləsinlər. O zəif də yanındakindən nəsə öyrənsin, səhvin üzərinə sonra biz izahları verək. Məncə, mən belə düşünürəm. Müəllimə, gəlin da səmimi danışaq da. Biz belə deyirik ya, o qruplarda da, cütlərdə də çox vaxt o zəiflər aktiv olmur. Hələ fəallar yazır, hər şeyi qoyur ortağa, çox vaxt. Belə biraz yəni real danışaq da. Üçüncü sinif Səbinə müəllimə, mən real danışıram. Düzdür, ilk başları çox çətinlik çəkirdim. Mən birinci sinifdən etibarən 40 uşaqdır və mən sadəcə çıxış yolu tapırdım ki, inan evə gedəndə ayaqlarım getmirdi, geri-geri gedirdim. Və özümə çıxış yolu kimi bunu tapdım. Uşaqlarla bərabər özüm də işi yüngülləşsin deyə onları prosesi daha çox cəlb eləyirəm. O cütlər, qruplar, o birinci sinifdə mən başladım eləməyə. Birinci çox belə kritik olur da, özüm də çox yoruluram və s. Amma müəllimə indi maşallah 3-ə gəlib çatmışıq. Söhbət savadlılıq baxımından demirəm də. O prosesin içində onlar da olurlar. Həm özüm çox yorulmuram, həm də onlar, bilmirəm, bəlkə də uşaq çoxdur deyə çıxış yolunu belə tapmışam. Yəni, siz dediklərinizin mən hamısını tətbiq edirəm və etdiyimdən yola çıxıram ki, məncə bu uyğun metodikadır. İndi mənim hal-hazırki vəziyyətimdə. Çünki başqa cür halda müəllimə sadəcə məni dinləsələr, sonra mən getməliyəm onları möhkəmləndirməyə və mən onlara çatmıram 40 uşağa. Ən az 38 uşaq hər gün gəlir. Amma bunu tətbiq edəndə mənlə bir yerdə gedək və ən çox da bu layihədə mən bunu öyrəndim, mənim üçün çox faydalı oldu. Ən çox səhv edən uşaqların üstündə işləyirəm. Yəni, lövhədə də iş gedəcəksə səhv edən. Məsələn, birincisi, daha hamısını tap, yoxlaya getmirik. Birincisini məsələn yoxladıq, kimdə səhv olub, gəl ikincidə sən gəl, o yenə gələcək, orada səhv edəcək axı. Məsələn, mən o üsulu tətbiq edirəm və şükür faydasını da görürəm, belə demək istəyirəm. Qrupdur, cütdür. Məsələn, pasiv qalmaq 40 uşağımın içində 2 nəfər var ki, bəli, passivdir və onları belə o yanındakılar diriltməyə çalışır. Yəni, aparıcı mövqedə deyirlər. Bir də müəllimlər, mən özüm izah verməmişdən əvvəl, mən dərsliklərimiz elə qurulub da, orada o öyrənmə materialı var. Həm Azərbaycan dilimiz elədir, həm riyaziyyatımız elədir. Mən izah verməmişdən əvvəl özlərini yönəldirəm öyrənmə materialına. Deyirəm, öyrənmə materialına baxın. Səhvlər eləyəni də mən öyrənmə materialına yönəldirəm. Çünki baxın, hər zaman, məsələn, biz sinifdə səhv eləyəndə onun yanındayıq, onun səhvini düzəldirik. Amma evdə səhv eləyəndə biz onun yanında deyilik və yaxud istənilən məqamda biz onun yanında deyilik. Ona görə də o kitabdakı qayda, kitabdakı təlimat, kitabdakı nümunələrdən istifadə etməyi uşaqları yönəltməliyik. Baxın, nəyisə olur da, indi 1-2 gün, 3 gün keçir, unudur, deyir ki, filan şey necə olurdu. Test səhifəsini deyirəm ki, get filan səhifədə nümunə var. Nümunəyə bax və sən də o nümunə ilə elə. Ən azından baxın, oradakı ardıcılıqla özü baxıb eləməyə çalışırsa, bu özü də bir irəliləyişdir də. Təbii ki, burada Səbinə müəllimə söhbət gedir o aşağı öyrənmə bacarıqlı uşaqlarımızdan. O zaten o yaxşı intellektli uşaqlarımız bizim elə bir dəfədən, bəlkə də elələri var ki, biz deməmişdən belə onu bilir. Mən fikrə qarşılıram. Məncə 10 dəqiqə yetərli vaxtdır. Yəni 10 dəqiqə az zaman deyil ki, baxın 10 dəqiqə nə qədər danışa bilərik. Bayaqdan məsələn biz Səbinə müəllimə siz o sualı verəndən biz müzakirə eləyirik. Heç 10 dəqiqə keçməyib də. Yəni 10 dəqiqə ərzində biz istədiyimizi şagirdə çatdıra bilərik. Amma sizin fikrinizlə də mən razıyam ki, bəli, bu real prosesdə elə uşaqlar var ki, yəni 20 dəqiqə belə biz dayanmadan danışsaq,
o lövhədən bizim izahımızdan almır. Yenə də biz onu fərdi izah eləməliyik. Yenə də onu yenidən ya lövhəyə çıxartmalıyıq, ya dəftərində biz onu yenidən yaxınlaşıb izah verməliyik. Ona görə də uzun izahlara düşünürəm ki, yəni deyirsiniz bir neçə nümunənin üzərində təzədən göstərməyə ehtiyac düşünürəm ki, çox da yoxdur. Çünki elə uşaqlarımız var ki, bir-iki nümunə ilə artıq kifayətlənirlər. Amma o təkrar izahı kimin ehtiyacı varsa biz ona verə bilərik təzədən, bir də yönəldə bilərik ki, eləsinlər. Yəni prosesdə baxın, bizim riyaziyyat dərsliklərimiz zaten elə qurulub da, izah ondan sonra bələdçi. Bələdçi nədir? Elə bələdçi o deməkdir ki, elə bu bələdçini həll elə müəllim onların yanındadır, istiqamət verir. Artıq o müstəqil iş hissəsində biz onları boş buraxa bilərik ki, müstəqil iş tapşırıqlarını, gedin artıq siz özünüz işləyin. İndi layihədə deyilik də, biz layihə müəllimi deyilik deyə biz dərsliklə irəliləyirik. Təhsildə də əsasən belədir. O bələdçi tapşırığını da o məqsədlə verir ki, məsələn, sizin dediyiniz kimi biz oradan 2-3 nümunə götürüb bir yerdə kollektiv müzakirə eləyə bilərik. Digər nümunələri də yəni bizim köməyimizlə, bizim iştirakımızla, nəzarətimizlə hələ ki heç kəs yəni tapşırığını yoxlamırıq, bitirənlərə nəzər salmırıq. Sırf elə yəni baxırıq ki, görək bələdçinin ötəsindən necə gəlirlər, yerinə yetirə bilirlərmi, çətinlikləri hardadır? Kömək etməyə çalışırıq. Ondan sonra müstəqil işdə artıq biz buraxa bilərik ki, və müstəqil işin indi orada bizim dərslimizdə verilən tapşırığı 45 dəqiqədə o tapşırıqların ötəsindən gəlmək olmur təbii ki. Mən oradan seçirəm. Məsələn, birinci müstəqil iş tapşırığında 5 dənə misal varsa, ikisini seçirəm. Deyirəm, məsələn, birinci misaldan 2 dənəsini yazacaqsınız. Karandaşla qeyd edin. 2-dən tutaq ki, 2 dənəsini yazacaqsınız. Çünki onun hamısını nə yazıb çatdırmaq olmaz, nə də ki, müəllim onun hamısını yoxlayıb bir dərs ərzində uşağa geri dönüş eləyə bilməz ki, hamısını düz elədin, hamısını səhv elədin. Yəni, anında biz əgər onlara kömək eləmək istəyiriksə, birini eləsin, ikisini eləsin, düz eləsin. Yoxsa çox eləyib, mən də yoxlaya bilməyim, yazıb geçsin, heç bir effekt olmayacaq. Mən belə yanaşıram və orada qalan misalları da evə verirəm ki, məsələn, sinifdə bu nümunələri eləmişik, artıq eləyə bilir. Hansı qalıbsa, qalan versiyasında evdə yerinə yetirsin. Deməli, müəllimin izahındaydıq biz. Müəllimin təbii ki, izahı, yəni heç bir nümunə olmadan izah əslində doğru deyil. Müəllim burada lövhədə yaza bilərdi. Konkret olaraq bu 46-nı, 37-ni yaza bilərdi. Sonra təklikləri götürüb ayrı-ayrıqda toplayır. Yəni, yazaraq, izah eləyərək bir nümunə üzərində bir əyani vəsaitlə göstərə bilərdi. Onluq blokla göstərə bilərdi. Təkliklərlə göstərə bilərdi ki, bu bizim təkliklərimizdir, birləşib onluq yaradır. Yəni, həm əyani vasitələrlə, həm də yazaraq izah eləyə bilərdi. Yəni, quru-quru belə oxumaqla, deməklə şagirdlər başa düşə bilməyəcək. Yeni materialın izahına aid. Möhkəmləndirməyə aid də 3 dənə səviyyə verir. Blok 1, blok 2, blok 3. Düşünür ki, bu asan səviyyədir. İkinci üçün bu nisbətən çətin, üçüncü isə daha çətin bir səviyyə planlayıb. Siz nə düşünürsünüz? Sizcə doğru seçim eləyib müəllim birinci blok, ikinci blok, üçüncü blokdakı tapşırıqları ikinci sinif həcmində? Bir də fikir versəz nə edib? Ancaq yuvarlaq ədədlərin toplanması və çıxılmasını götürüb. Biz əslində bunu əvvəlki, deyəsən, 3-cü sinif müəllimlərimizlə müzakirə eləmişdik də ki, toplamanın, çıxmanın daha rahat versiyaları hansılardır, nisbətən çətin versiyaları hansılardır, daha çətin versiyaları hansılardır. Bunu biz müzakirə eləmişdik. Evet, Fərdə bir tapşırığımız var idi. Bu da başqa tapşırıq tipi idi. İndi siz dedikcə xatırlayıram, burada baxmaq istəyirəm ki, belə bir analogiya varmı, orana yoğunlaşdıram. 2 ilə 3 məncə eynidir, mən fərq görmədim, yenə də. Mən də belə düşünürəm ki, 2 ilə 3-cü blok ikisi də eynidir. Məsələn, ədəd 2 qatını axtarıram burada, o siz dediniz. Burada hətta baxın, 58 ilə 47-ni toplayır, 100-lüyü aşır da bu toplamanın halı. Burada məsələn 100-lüyü aşır, burada 100-lüyü aşır, 69 ilə 55-i toplayıb 100-lüyü aşır. Aha, o birinci blokda, ikinci blokda elə bir şey yoxdur, 100-lüyü aşır, 100 dairəsini aşmır. 2-də aşmır, 3-də də 100-lüyü aşmaqla toplama verir, 100-lüyü aşır.
Fərdə Burada xanım, amma ki, belə götürəndə baxın, ikisi də yeni onluq yaranan haldır da. Burada da 8 ilə 7-ni toplayırsan, yeni onluq yaranır. Burada da Bəli. 7 ilə 8-i toplayırsan, yeni bəli, onluq. bəli. Bir də Yəni- Fərdə xanım, bir dənə bir şey, Bəyək xanım siz dediyiniz məqsədlərdən biri. Orada mərtəbə cədvəli idi, yoxsa necə idi? Zəhmət olmasa. Hə, mərtəbə, orada deyə bilərik məqsəd mərtəbə cədvəlindən istifadə Aha, etməklə var, cəmi var. tapır. Çünki Mərtəbə bizim cədvəli mərtəbə var. cədvəlimiz var, təklik, Hı hı. onluq. Təkliyi ayırırlar, onluğu ayırırlar, sonra təkliyi ayrı toplayırlar, onluğu ayrı, elə eləyə bilərlər. Və yaxud mərtəbə qiymətindən istifadə etməklə. Cədvəl, qiymət yox, cədvəldir. Mən indi Hə, siz cədvəl. deyən şeyə baxmaq üçün girdim məlumat platformasına. Orada da mərtəbə cədvəllərinin toplanması yəni nəzərdə tutur. Bu onluq bloklar, təkliklər, məsələn 20 üstəgəl 1 mərtəbə cədvəli nəzərdə tutubdur. Cədvəldir. Baxın müəllimlər, gəlin indi baxaq görək bu yeni möhkəmləndirməyə səhv olaraq nəyi qeyd ediblər burada. Yeni materialın izahında səhvlər müəllim uşaqların fəaliyyətinə istinad etməkdə uzun nitq oxuyur. İstinad etməkdə uzun nitq oxuyur. Uşaqlar misal yazmırlar, işləmək yoxdur. Yalnız bir misal təhlil edilir. Əyanilik, sxemlər, mərtəbə cədvəli ilə iş yoxdur. Addım-addım birgə iş yoxdur. Yeni dərsin izahında səhv kimi bunu qeyd ediblər. Necə düzəltmək olar? Uşaqlar misal yazmağı, birlikdə yerinə yetirməyi tapşırmaq olar. 2-3 misal göstərmək, biri onluq yaranan, biri onluq yaranmayan hal üçün göstərə bilərdi. Mərtəbə kartlarından, mərtəbə cədvəlindən istifadə edə bilərdi. İşin bir hissəsini şifahi şəkildə apara bilərdi. Monoloqla deyil, qısa addımlarla izah edə bilərdi. Möhkəmləndirmə tapşırıqdakı səhvlərdə deyir ki, blok əsas, mürəkkəb, daha mürəkkəb bloklara bölünüb, lakin tapşırıqlar yaşa uyğun deyil. Üçüncü blok ikinci sinif səviyyəsindən açıq-aşkar yuxarıdır. Yəni, mən dedim, orada yeni yüzlük yaranır. Yəni, 100-ü aşır da misalların cavabı. Seçim meyarları izah edilməyib. Yəni, nəyi seçərsiniz, nəyi seçməlisiniz, meyarlarla izah etməyib. Tapşırıqlar sadədən mürəkkəbə doğru düzülməyib. Şagird bloku özü seçir. Xaos, motivasiyanın azalması mümkündür. Deyir ki, şagird özü seçəcək deyə burada xaos yarana bilər, motivasiya azala bilər. Necə ola bilərdi? Burada təklif eləyib. Birinci səviyyədə yeni onluq yaranmayan hal üçün sadə misallar ola bilərdi ki, məsələn, 12-nin üstünə 14 gəlsin, nə bilim, 14-ün üstünə 11 gəlsin və s. yeni onluq yaranmasın. İkinci səviyyə üçün yeni onluq yaranan hal üçün misallar verə bilərdi. Üçüncü səviyyə üçün də seçmə, diferensiallaşdırma, lakin təhsil standartlarında. Yəni, standartımıza bir də məqsədimizə uyğunda, məqsəddən kənara çıxmayan bir diferensiallaşdırılmış, biraz qəzləşdirilmiş tapşırıq nümunəsi 3-cü səviyyə üçün təklif edə bilərdi. Meyar vermək, ilk misallar asanlıqla alınırsa, ikinci səviyyəyə keçin və keçidi necə deyil təklif edə bilərdi? Müəllim deyə bilərdi ki, əgər birinci sütunda verilən misalları bitirmisinizsə, ikinciyə keçə bilərsiniz. İkincini bitirmisinizsə, üçüncüyə keçid edə bilərsiniz. Ki, uşaqlar əgər ötəsindən gələ bilirlərsə, irəliləyəcəklər də. Üçüncü qrupu istinad etmək ikinci sinifə uyğun deyil. Üçüncünün də yenə deyir ki, ikinci sinifə uyğun deyil, ikinci sinifə uyğun misallar ola bilərdi. Baxın, müəllimlər, mən isə deyirəm ki, müstəqil işin məntiqində səhvlər. Müəllim, məsələn, burada verə bilərdi, alt-alta yazmaqla toplamanı yerinə yetirsinlər. Çünki alt-alta yazanda çətinlikləri əsasən olmur. Alt-alta yazaraq toplayırlar. Sətirlə verə bilərdi, sətirlə toplama verə bilərdi, alt-alta toplama verə bilərdi. Və yaxud toplamanın, məsələn, 3-cü səviyyə üçün o diferensiallaşdırılmış tapşırıq deyəndə daha çətin versiyası toplama və çıxmanın digər üsullarından istifadə etməklə hesablama verə bilərdi ki, o digər uşaqlar, bütün uşaqlara, üsullar daha doğrusu, bütün uşaqlara aydın olmur da. O potensiallı uşaqlar o digər üsulları mənimsəyə bilirlər, amma o hansı aşağı bacaqlı uşaqlarımız digər üsullar daha da onları çaşdırır. Bir üsulu onlara güc bala ilə öyrədirik, digər üsulları biləndə artıq onlarda çaşqınlıq yaranır ki, bəs mən belə idi,
Bu deməli səhv imiş, belə imiş. Ona görə də o 3-cü səviyyə üçün toplama və çıxmanın digər üsullarından istifadə edərək tapşırıqlar təqdim edə bilərdi. Müstəqil işin məntiqində səhvlər, müəllim sual vermə imkanı olmadan tamamilə səssiz işləməyi tələb eləyir. İndi görək o harda yazılıb bu səssiz işləmək, baxaq. Deməli, materialın möhkəmləndirilməsi 5 dəqiqə. Müəllim daha 6 məsələ verir və şagirdlərə ikisini müstəqil seçməyi və həll etməyi təklif edir. 6 dənə məsələ verir. Əslində indi müəllim istəyir ki, burada şagirdlər özləri müstəqil olsunlar, diferensiallığı qorumağa çalışıb, özləri seçsinlər və 6 dənə məsələ verir. Əlinin 27, Kamranın 46 alması var. Əgər Kamran 5 alma yeyibsə, onların birlikdə neçə alması var idi? Mağazada 345 karandaş vardı, 27'si satıldı, neçəsi qaldı? Birinci məsələyə nə deyə bilərsiniz? Əlinin 27, Kamranın 46 alması var. Əgər Kamran 5 alma yeyibsə, onların birlikdə neçə alması var idi? Var idi əvəzinə qaldı yaza bilər. Onların birlikdə neçə alması qalacaq? Qalar. Neçəsi 27'si satıldı, neçəsi qaldı? Burada düşünürəm ki, 27'si satıldı belə bir cümlə var ididən sonra nöqtə qoyub 27'si satıldı. Bu karandaşlardan 27'si satıldı yaza bilərdi və s. Yəni burada da elə bir məsələnin şərtində çatışmamazlıq var. 45 çıxılsın yazıb. 345 karandaş var idi. 3 rəqəmli ədəddir. Hə, 3 rəqəmli ədəddir. Əslində bu 100 dairəsində eləyirlərdi. Onlar toplamağa çıxmadı. Sinifdə 28 şagird var idi. 15 şagird olimpiyadaya getdi. Neçəsi qaldı? Bu düşünürəm ki, eləyə bilərlər. Ananın 46 manat pulu var idi. O 29 manata tort aldı və 25 manat qalıq pul aldı. Bu doğrudurmu? Qalıq pul aldı. Heç olmasa bu 46 manatı niyə versin ki? Heç olmasa bura yazardı ki 50 manat var idi. 50 manatı verdi. 29 manatına tort aldı. Bu qədər də qaytardı. Görək doğrudur mu? Belə verə bilər. 46 manat xırdadsa niyə verir o 46 manatını kassirə? Ağaçda 56 quş oturmuşdu. 38 quş uçub gəldi. Sonra 47'si uçdu. Gəldi. Sonra neçə quş oldu? Belə bir. Şagird misal həll etdi. 57 üstə 29 bərabərdir 716. Həll doğrudur mu? Yenə burada da yenə 3 rəqəmli ədəddən istifadə edib. Gəlin baxaq indi görək nə deyildi orada. Bayaq təhlil var idi. Müstəqil işin məntiqində səhvlər. Müəllim sual vermə imkanı olmadan tamamilə səssiz işləməyi tələb edir. İşi bitirən, təhvil verən stres, rəqabətli növbələr yaranır. Yoxlama fərdi qayrada qeyri-effektiv gedir. Əks əlaqə yoxdur. Müstəqil işdə əslində deyirdi ki, seçin eləyində, amma yoxlanmasını orada qeyd eləməmişdi. Necə düzəltmək olar? Nümunə üzrə özünü yoxlama tətbiq etmək olar. Siqnallardan istifadə etmək, yaşıl kart qaldırdı. Hər şey doğrudur. Özünü yoxlamadan sonra növbəti səviyyəyə keçmək. Deyir ki, yəni şagirdlərin rəy bildirməsi üçün kartlardan istifadə edə bilərdi müəllim. Yaşıl qaldırıbsa, qırmızı qaldırıbsa, əslində orada tək yaşıl olmalı deyil də. Qırmızı qaldırırsa, deməli kömək ehtiyacı var. Yaşıl qaldırıbsa, heç bir kömək ehtiyacı yoxdur. Artıq bitirib, eləyir və s. belə eləyə bilər. Mətinli məsələlərdə səhvlər, yaşa uyğunsuzluq, müəllimənin dediyi kimi, yanlış şərtlər var, həddən çox məlumatlar, əməllər var. Dərsin mövzusu ilə əlaqə yoxdur, 100 dairəsindədir, 100 dairəsini aşan hallar var. Necə düzəltmək olar? 100-ə qədər ədədlərin olduğu məsələlərdən istifadə etmək olar. Çox əməlli məsələləri yığışdırmaq və ya sadələşdirmək ola bilər. 3 məsələ vermək, toplama, çıxma, həllin düzgünlüyünün yoxlanmasına aid. Yəni 3 məsələ verə bilər. Biri toplamaya aid olsun, biri çıxmaya aid olsun, biri də ki, o sonuncu var idi ki, həlli düzgündürmü? Bir dənə də həllin düzgün yoxlanmasına aid tapşırıq verə bilər. Tapşırıqların həcmində səhvlər. Müəllim 6 məsələdən ikisini seçməlidir. Toplu olduqca böyükdür. Dərsdə az vaxt qalır, cəmi 5 dəqiqə. Məsələlər isə təhlil tələb edir.
Yəni deyir ki, çox az vaxt dilimində götürüb 6 dənə məsələ verib ki, bundan ikisini seçməlisiniz. Bu az vaxtda bunu reallaşdırmaq olmayacaq. Necə düzəltmək olar? 2 məsələ vermək, biri məcburi, biri seçmə əsasən. 2 məsələ verə bilərik ki, birini mütləq etməlisiniz. Digərini də vaxtınız qalsa edə bilərsiniz. Belə təklif eləyir. Vaxta 7-10 dəqiqə vermək olar deyə. Ev tapşırığında nə verib görək? Ev tapşırığında valideynlərdən evdə sənə istənilən 5 əşya verməyini xahiş et. Məsələn, alma, karandaş, kitab, peçeni, oyuncaq ola bilər. Hər bir əşya üçün qiymət düşün, 100 manata qədər. Keçib bir cədvəl yaz, tapşırıqları yerinə yetir. İstənilən 2 əşyanın qiymətini hesabla, özün seç. Əgər 100 manatın var idisə, 3 əşya aldınsa, nə qədər pulun qalacağını hesabla. Bir əşyanın digərindən nə qədər baha olduğunu hesabla. 2 dənə müqayisə. Belə bir tapşırıq verir. Əslində tapşırıq yaradıcı tapşırıqdır. Kitabda dəstəkdə olmayan bir tapşırıqdır. Sadəcə 2-ci sinif uşağı üçün bunları seç, bunlar üçün qiymət düşün, sonra bunun üçün cədvəl qur. Cədvələ uyğun da, yəni A, B, C variantı biraz maraqlı tapşırıqdır, amma bunun sadə versiyasını mən düşünürəm ki, təklif eləmək olardı. Baxaq görək burada nə deyir? Mərhələlərlə də verə bilərdi. Tapşırıq valideynlərin iştirakını tələb edir. Həmişə mümkün deyil. Ola bilər ki, valideyn yoxdur da. Çox pilləlidir. Qiymətlər, cədvəl, 3 hesablama düşünün tapmaq. Mənim dediyim kimidir ki, çox mərhələdir. 2-ci sinif üçün yumuşaq, lakin mürəkkəb tələblər. Valideynin kalkulatoru lazımdır. Ev tapşırığın böyüklərin yerinə yetirəcəyi riski. Yəni deyir ki, bu çox qəlizdir deyə uşaqların yerinə bunu valideynlər eləyə bilər. Necə düzəltmək olar? Sadələşdirmək olar. 2 əşya qiyməti düşünüb tapın və ümumi qiyməti və fərqi hesablayın demək olar. Yaxud hazır qiymətin olduğu kart vermək olar ki, bu qiymətlərə uyğun sən 2 dənəsini topla və yaxud 2 dənəsini seç, cədvəli hazır verə bilərdi. Dərsin sonunda test sualları deyir. Baxaq görək nə suallar var. Yekunlaşdırmada verilmiş dərs konseptində metodiki səhvlərin hansı növlərini aşkar etdiniz, hansı səhvlər ibtidai məktəb praktikası üçün bu müəllimlər üçün olandır. Hansılarsa ən çətin idi. Bəs yekunlaşdırmada axı uşaqlar üçün heç nə verməyib. Elə ev tapşırığı ilə bitirib, amma buradakı materialda ev tapşırığından başqa bir şey də təklif edir. Verib daha doğrusu. Necə düzəltmək olar? Dərsin sonunda test suallarında səhvlər. Müəllim soruşur, hansı növ səhvləri tapdınız, lakin uşaqlar heç nə təhlil etməyiblər. Yaşa uyğun olmayan suallar, bu suallar tələblər müəllimlər üçündür. Tələbələr daha doğrusu müəllimlər üçündür. Necə düzəltmək? Bu gün nə öyrəndiniz? Ən asan. Yəni bu mərhələ əslində bu mərhələ əslində ümumiyyətlə yoxdur. Bu slayd orada yoxdur. Refleksiya mərhələsi yoxdur. O sizin oxuduğunuz, məncə müəllimlərin refleksiyası deyildi. Onu elə şagirdlərin qabağına çıxarıb müəllim dərs tədris edərkən. Və orada metodik tövsiyədən ona izah edir ki, bunu şagirdlərə yönəltmək məqsədə uyğun deyil. Biz bu şəkildə suallar yönəldə bilmərik, mürəkkəbdir. Verilmiş dərs kontekstində deyir, metodiki səhvlərin hansı növlərini uşağa verə bilər bu sualı. Metodik verilmiş dərs kontekstində. Nədə pişirirsək? Tutarım, 5 dəqiqə tutarım. Müəllimə, axı bu sırf müəllimə yönəlmiş suallardır. İbtidai məktəb praktikası üçün ən tipi. Bu müəllimlər üçündür. Baxın, burada 13-cü slaydda artıq deyir ki, platforma tapşırıqlarınızı eləyin. Burada dərs yekunlaşır. Ondan sonra müəllimə nə gəlir? 14-15-də. Hə, 14-də bu artıq müəllimlərin refleksiyasıdır. 5-də də ev tapşırığıdır. Baxın, müəllimlər üçün ev tapşırığı. Hə, elə bildim bu lap qabaqdadır. Onu görə dedim bəlkə. Yoxdur. O dedikləri hissə metodikdə yazıblar, amma burada yoxdur. Slayd da yoxdur. Refleksiya hissəsi də yoxdur. Yoxdursa biz ona toxunmaya da bilərik. Bu gün nə öyrəndiniz? Ən çətin, ən asan nədir? Və yaxud müəllimlər özləri qeyd edə bilərlər ki, məsələn, dərsin sonunda refleksiya hissəsi yoxdur, özləri əlavə edə bilərlər. Biz də yönəldə bilərik ki, dərsin sonunda hansı hissə yox idi, deyə bilərik.
Sonra ümumi metodiki səhv olaraq əyənlilik yoxdur deyə qeyd ediblər. Uşaqların mərtəbə cədvəli, zolaq, sxem, sütun, yəni əyəni və sair heç nə yox idi. Uşaqların fəaliyyəti yoxdur, müəllimin nitqi çoxdur, yazılı və şifahi iş azdır. Öyrənmə mərhələsində diferensiallaşdırma yoxdur. Yalnız bir blokda var, o da səhvdir. Sadədən mürəkkəbə doğru prinsiplərə riayət edilməyib, dərsdə praktika çatışmamazlığı, yəni praktik tapşırıq yoxdur. Tapşırıqların bir hissəsinin artırılmış çətinliyi var, müşahidə elədik orada. Dərsin düzəldilməsi və yenidən qurulması üçün artıq deyir ki, burada siz müəllimləri təlimatlandırmalısınız ki, yenidən yazın, mərhələləri yenidən qurun. Deməli, bu müzakirə eləyəndən sonra müəllimlər, gəldiniz, bura çatdınız. Deyirsiniz ki, baxın, biz indi bunların hamısının haqqında danışdıq. Məsələn, mən indi dayandım, bir müzakirə elədik. Siz belə eləməyin, siz başlayın, hamısını deyin ki, baxın, belə bir dərs mərhələsidir, müəllim belə izah edir, belə tapşırıq verir, möhkəmləndirməni belə eləyir, ev tapşırığını belə verir. Hamısını təqdim eləyəndən sonra deyirsiniz ki, indi gəlin, müzakirə edək. Hamısını təqdim eləyirsiniz, sonra qayıdırsınız yenidən başa. Deyirsiniz ki, gəlin indi müzakirə eləyək. Məsələn, başlayaq elə burada. Bir-bir, indi slaydla göstərə-göstərə müzakirə eləyəcəksiniz, fikirlərini alacaqsınız və salam. Ən sonda da platforma tapşırıqlarını eləyəcəklər. Yekunlaşdırma hissəsində də refleksiya eləyəcəksiniz. Bu da ki, növbəti dərs üçün. Burada əslində biz bunu çözə bilmədik. Ona görə də dedik ki, bu məruzədə 3 məcburi hissə təqdim edilməlidir. Əslində, burada 3 hissə qeyd ediblər, burada 4 məqam yazıblar və metodik vəsaitdə də heç bir bu 3 məcburi hissəyə aid heç nə tapmadıq. Ona görə də biz qərarı aldıq ki, bunu silək Elmira müəllimə ilə. Bu cümləni silirik ümumiyyətlə, bu yoxdur. Bu belə verəcəksiniz. Dərsdə nəzərdən keçirilmiş metodikalardan birinin tətbiqinə dair kiçik məruzə hazırlamalısınız. Və məruzədə də bu məqamları qeyd etməlidirlər. Bu da onların ev tapşırığı, müəllimlər. Sualınız varmı? Nəsə aydın olmayan, qaranlıq qalan məqam varsa müəllimlər deyin. Nəsə sizə ola bilər ki, sual qaldı ki, necə eləyəcək, nə eləyəcək, hansı mərhələdə nə eləyəcək. Varsa deyin. Aydınlıq gətirin. Bir də qeyd edirəm, ev tapşırığı almayacaq, müəllimlər öz ev tapşırıqlarını təqdim eləməyəcəklər. Desələr ki, ev tapşırığı bəs demişdiniz. Deyirik ki, demişdik, amma bugünkü dərsdə təqdim etməyəcəksiniz. Növbəti dərslərdə təqdim edəcəksiniz. Ola bilər ki, kimsə hazırlayıb, nə gözəl. Əlinizdə hazır tapşırığınız var, bir daha oturub hazırlamayacaqsınız. Belə deyirik, vəziyyətdən çıxış yolu tapırıq. Sualınız yoxdursa, müəllimlər, sağollaşa bilərik. Gecəniz xeyrə qalsın. Hər birinizə təlim zamanı uğurlar.